Bizim ideyamız daha çox müştəri məmnuniyyətinə deyil, müştəri məmnuniyyətinə təsir edən işçilərin əhval-ruhiyyəsini qaldıran və bu da avtomatik olaraq satışa təsir edən müdəyə layihəsinə fokuslanmışıq. Belə ki, bizim sloganımız müştəri məmnuniyyətə gedən yol işçilər əhval-ruhiyyəsindən keçir. Belə ki, sistemi süni intellekt əsaslı sistemdir. Mütəmadi olaraq, gündəlik olaraq işçilərin bir neçə kliklə, bir neçə sorğularla sistemi onların ruh əhval-ruhiyyələrini ölçür və bunu olaraq da avtomatik olaraq sistem süni intellekt əsasından riskli filialları və problem yaşayan əməkdaşları sistem təyin edir və bununla bağlı menecerlərə xəbərdarlıq göndərir. Və menecerlərdəki müəyyən uzun zamandan sonra deyil, anında da sistemi üzərindən problemli, riskli filialları və əməkdaşlar təyin edirlər və ona görə də müəyyən iş planlaması edirlər. Bizim ən böyük üstünlüklərimiz normal HR həllərində daha çox reaktiv həldir. Müəyyən sorğular göndərilir və bu sorğular müəyyən vaxt aparır. Bizim həllimiz isə daha proaktiv həllidir. Mütəmadi olaraq işçilərin nəbzlərini ölçür və buna görə də problem yaranmadan, aşkarlanmadan avtomatik olaraq sistem bununla bağlı məlumat verir və eyni zamanda bu retail şəbəkələrində turnover, işdən ayrılmanı da minimuma yendirir.